Samux rayonunda Kür çayında batan 17 yaşlı qızın meyti tapılıb. Fövqəladə Hallar Nazirliyinin dalğıc xilasediciləri tərəfindən Gəncə şəhər sakini 2009-cu il təvəllüdlü Gülnaz Məmmədovanın cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Gülnaz Məmmədova idmançıdır. O, kickboksing idman növü ilə məşğul olub. Sonuncu dəfə Gəncədə keçirilən kickboksing üzrə 30-cu Azərbaycan birinciliyində qızıl medal qazanıb. Mərhumun nənəsi Gülnaz Məmmədova bildirib ki, hadisə nəvələri suda çiməndə baş verib. Gözümüz görə-görə nəvəm suda birdən yoxa çıxdı. Oğlum digər nəvəm dalınca getdi, tapa bilmədi. Keçən dəfə də gəlmişdik. Həmişə üzürdü. Gülnaz elə bilib ki, qardaşı boğulur. Onun dalınca suya girib. Qeyd edək ki, hadisə ötən gün Kür çayının Samux rayonunun Yenikənd ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə 17 yaşlı qız çayda çimərkən boğulub. Gülnaz ailəsi ilə birlikdə Kür çayının sahilində istirahətə gəlibmiş. O, bu il 11-ci sinifi bitirib.